Salam, mən bugün sizə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı haqqında həm dərsi izah eləmək istəyirəm, həm o dərsin qavranmasına kömək eləmək istəyirəm və onu dərsi analiz kimi sizə başa salmaq istəyirəm. Və sualımız belədir. Azərbaycanda Birləşmiş Dövlət Teatrı adlı mədəniyyət ocağı neçənci ildə yaradılıb? 1920-ci ildə. Bu opera truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq müstəqil fəaliyyətə göstərməyə başladı ki, və bunu neçənci ilə əhatə eləyir? 1924-cü ili əhatə eləyir. Mən suala aram-aram verirəm ki, siz məndən qabaq cavabını fikirləşəsiniz. Və Müzəffər Axundovun adına neçənci ildə bu binaya verilir? Bu binaya 1928-ci ildə etibarən Müzəffər Axundovun adı verilir. Və 1959-cu ildən bu teatr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı adlanır. Yəni 1959-cu ildə həmin bu ad buna verilir. Və əsər opera sənətinin tarixi biz nə vaxt necə yarandığını da bilirik. Bu 1908-ci ilin yanvarın 25-dən yəni Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasının ilk muğam operasının tamaşasından başlayır. Və tariximizdə də elə bununla qeyd olunur. Bu əsərlər burada milyonçular haqqında, binanın tikilməsi haqqında məlumat verilir. Bu sertifikasiya suallarında heç düşmür deyənə mən bunu sizə bunun əsasında sual qoymamışam. Və növbəti sualımız başlayır. Belə. Zülfüqar Hacıbəyov Aşıq Qərib operasını neçənci ildə tamaşaya qoymuşdu? 1913-cü ildə. Müslüm Maqamayev Şah İsmail operasını neçənci ildə tamaşaya qoymuşdu? 1919-cu ildə. Raymond Gillier klassik opera janrında yazıldığı Şahsənəm operasını neçənci ildə tamaşaya qoyulmuşdu? 1927-ci ildə. Müslüm Maqamayevin Nərgiz operası neçənci ildə tamaşaya qoyulmuşdu? 1935-ci ildə. Üzeyir Hacıbəylinin Koroğlu operası neçənci ildə tamaşaya qoyulmuşdu? Azərbaycanda 1937-də, Moskvada isə 1938-ci ildə tamaşaya qoyulmuşdu. Əlavə məlumatlar verə bilərəm, yəni bu operalar haqqında, baletlər haqqında verə bilərəm. Sadəcə olaraq siz çaşmayın deyənə, əvvəlcə illəri dəqiq öyrənmək lazımdır. Ondan sonra da əsərlərin neçə pərdədən ibarət olduğunu sizə keçəcəm. Keçən əsrin 40-cı illərində Əfrasiyab Bədəlbəylinin Qız Qalası baleti neçənci ildə tamaşaya qoyulmuşdu? 1940-cı ildə. Və Nizami operasında Əfrasiyab Bədəlbəyli yazmışdı və 13-cü ildə tamaşaya qoyulub 1948-ci ildə. Qara Qarayev və Cövət Hacıyevin bircə yazdığı Vətən operası neçənci ildə tamaşaya qoyulmuşdu? 1945-ci ildə. Niyazini Xosrov və Şirin operaları neçənci tamaşaya qoyulmuşdu? 1942-ci ildə. Fikret Əmirovun Min Bir Gecə baleti neçənci il tamaşaya qoyulub? 1979-cu ildə. Keçən əsrin 50-ci illərində Fikret Əmirovun Sevil operasını yazmışdı ki, Sevil operası da 1953-cü ildə tamaşaya qoyulmuşdu. Cahangir Cahangirovun Azad operasını neçənci il tamaşaya qoyulmuşdu? 1957-ci ildə. Sonra Hacıbəyovun Gülşən əsəri 1950-ci ildə. Qara Qarayevin Yeddi Gözəl 1952-ci ildə. İldırımlı Yollarla balet neçənci ildə tamaşaya qoyulmuşdu? 1961-ci ildə. Arif Məlikov Məhəbbət əfsanəsi baleti 1960
1962-ci ildə, Əşrəf Abbasovun Qaraca qız baleti isə 1965-ci ildə müvəffəqiyyətlə tamaşaya qoyulmuş və uğurlar göstərmişdir. Burada bir mahnı var. Çayımızın adı var mahnısıdır ki, bu da Azərbaycan xalq mahnısıdır. İstəyirsinizsə sinsin çalın və bu əsər haqqında sizə baxın, əsər 8-də 6 ölçüdədir, allegretto tempindədir. Növbəti dərsdə isə bu mahnı neçə formalı olduğunu deyəcəm sizə. Ki, bu mahnı neçə formalıdır. Və bu mahnı adətən çayımız bilir ki, bizim bu mahnı Lənkəran zonasındadır. Yəni, onların ifasında olur ən çox bu mahnı. Çay, yəni orada istehsal olunur. Bilir ki, bölgəmizin Lənkəran zonasında çay istehsal olunur və o da elə ona aiddir. Çox qəşəng də mahnıdır. Növbəti dəfə sözünü ifa eləyəcəm. Şahsənəm operası və rus bəstəkarı Reynald Glier. Və bu haqda mən suallar hazırlamışam. Və mən o sualları sizə ifa eləyəcəm. Şahsənəm operası və kim yazmışdır? Milliyyətcə Alman olan rus bəstəkarı Reynald Glier hansı operanı yazmışdır? Şahsənəm operasını yazmışdır və neçənci ildə? 1927-ci ildə. Və o bu operanı yazmaqla Azərbaycan mövzusunda yazılmış ilk klassik tipli opera idi. Siz bir dənə klassik operalar qarışdırmayın. Azərbaycan ilk klassik operası Koroğlu operasıdır. Amma bu Azərbaycan mövzusunda yazılmış. Aydındır, bu Azərbaycan mövzusunda yazılmış ilk klassik tiplidir. Yəni bunları bir-birinə qarışdırmayın. İkinci sualımızı verək. Üzeyir Hacıbəylinin bu opera haqqında fikri necə olmuşdu? Şahsənəm operası ilə Azərbaycanda yeni bir opera mədəniyyətinin əsası qoyulmuşdu. Bu Üzeyir Hacıbəylinin fikridir. Opera ilə hansı dastanımızdan götürülmüşdür? Opera Aşıq Qərib dastanından götürülmüşdür. Opera kimlər kömək eləmişdi? Cabbar Qaryardoğlu, Cəfər Cabbarlı, Qurban Pirimov kimi dahilərimiz buna kömək etmişdi. Bir də onu qeyd eləyək ki, burada 30-dan çox xalq mahnısı, xalq rəqsi, aşıq musiqisindən istifadə olunmuşdu. Rus dilində 1927-ci ildə, Azərbaycan dilində isə 1934-cü ildə tamaşaya qoyulmuşdu ki, bu opera həmçinin Avropa operası janrında yeni milli operamızın yaranmasına səbəb oldu. Operanın uvertürasında hansı musiqilərdən istifadə olunub? Arazbarı, Toy yürüşü, Qarabağ şikəstəsi, Çahargah, Sus mənim çiçəyim. Bir də deyirlər ki, məsələn, Şahsənəmin uvertürası hansı muğam üzərindədir? O zaman Arazbarı muğam üzərində də deyilir. Əncəli rəqsi haqqında nə deyə bilərsiniz? Baxın, burada belə bir şey var Əncəli rəqsi haqqında. Əncəli rəqsi Azərbaycan milli rəqsdir. Təqribən 1880-1890-cı illərdə Bakıda yaranmışdı. İfa tərzi aramlı, süzgün, melodiyası qocayanadır. Və bu 4-də 3 ölçüyə məxsusdur. Bunu da belə qocayana olduğu üçün buna minor tonallığında səsləndirilir. Aydındır, yəni animato tempində də minor tonallığında səsləndirilir. Burada artıq bunlar hamısı verilir. Operanın çayımızın burada bir dəqiqə animato verilir. Çayımızın adı var. Azərbaycan xalq mahnısının sözlərini də biz burada gördük. Və biz bunun notlarını çalmışdıq. İndi isə bunun sözləri. Baxın sözlərinə. Burada nəqarət yoxdur. Demək bu bir formalıdır.
Əgər imtahan sualına düşsə, bu bir formalı əsər sayılır. Çünki bu əsərdə nəqarət də yoxdur, təkrar getmir. Ancaq sözləri dəyişir, eyni melodi üzərində fırlanır. Şahsevən operasının vokal ifaçısı kimdir? Baxın, şəklinə də baxın. Şövkət Məmmədova. Beləliklə, bu mahnını bir daha da izah edeyim sizə istəsəniz. Mən də piyanonun arxasında olan çağımda sizə belə bir mahnını